Salam, hər vaxt Tuzkay kanal izləyicimiz. Mən sizə Hövsanda Antalya restoranına üzbəüz, düz dənizə mənzərə, 2 mərtəbəli, 4 sot torpaq sahəsinin içində inşa edilmiş 2 mərtəbəli evlə tanış eləməyə gəlmişəm. Bu evimizin üz görünüşü bağ bahçəsidir, gördüyünüz kimi. Gəlib 1-ci mərtəbəyə. Evdə, həyətdə yaşayış olmadığı üçün səliqəsizliyə görə üzr istəyirik. Bu qapılar bağlı. Demək, həyətimizdə aşağıda yay sanitar qovşağı yerləşdirib. Bu yəqin biri hamam otağıdır, biri də ayaq yolu. Evimizin qazı su işığı daimidir. 1-ci mərtəbədə evin arxasını görürsünüz. Keçmək olur. Həyətimizdə ardada 3-4 maşın daxil ola bilər. Buyurun, baxın. Daxil olur evimizə 1-ci mərtəbədən. Salam əleykum. Deməli, dostlar, görürsünüz, evimizin plekanı 2-ci mərtəbəyə taxta ilə işlənilib. Yeri görürsünüz, mərmərdir. 1-ci mərtəbədə burada evimizin geniş bir mətbəxi inşa edilib. Mətbəx mebeli aksiyomudur. Qiymətə daxildir. Burada evimizin mətbəxdən arxasına keçid var. Neyse, qapı bağlıdır. Burada 1-ci mərtəbədə yerləşir evimizin sanitar qovşağı. Buyurun, baxın. Burada isə evimizin 1-ci mərtəbədə yerləşir geniş bir qonaq otağı. Qalxırıq 2-ci mərtəbəyə. Evimizin sənədləri tam qaydasındadır. Paket kupçadır. Torpağı da, evi də sənədi var. Evimizin istilik sistemi gördüğünüz kimi kombidir. Burada 2-ci mərtəbədə bir otaq. 2-ci mərtəbədən yenə qeyd edirəm, dənizə mənzərə açılır. Düz dənizin qırağındadır evimiz. Burada 2-ci mərtəbədə belə bir ikinci bir otaq. Görürsünüz. Evimizin pəncərəsindən dəniz görsənir. Buyurun, baxın. Buradan çıxırıq evimizin yay balkonuna. Dostlar, yeni qeyd edirəm. Burada 2-ci mərtəbədə belə bir yay balkonu var. Qəşəng yay balkonu. Buradan da oturanda görürsünüz, dənizə mənzərə açılır. Buyurun, baxın. Burada güneşli sahil Antalya restoranının çimərliyidir. Burada da yeni bir yay balkonu. Dostlar, bu torpağımız, bu evimiz 4 sot torpaqda inşa edilib. Alıcı razılıq versə, burada da 2 sot sənədli torpaq var, torpağın yanında. Alıb bu evin həyətinə, evə qata bilər. Buyurun, baxın. Yenə deyirəm, evimiz dənizə mənzərədir. Evimizin qazı su işığı daimidir. Evimizin istilik sistemi kombi. Sənədləri də tam qaydasında.